Allah buyurur ki, o kəslər kimi olmayın ki, hansı ki Allah'ı unutdular, Allah da onları unutdu. Yəni Allah'ı unutmaq o deməkdir ki, insan işi düşəndə Allah yada düşür. Çətinliyə düşəndə Allah yada düşür. Allah'ı unutmaq budur. Hansı ki, yalnız çətinlikdə, darda olanda, çətin vəziyyətə düşəndə Allah yada düşür. Amma Allah'ı zikr edən mömin isə Allah Resulü elə zikirləri təyin etmişdir ki, sən onları etməklə gün ərzində Allah Taala'nı zikr etmiş olursan. Səhər yuxudan oyandın, zikr edirsən. Dəstəmaz aldın, girdin ayağı hamama, ayağı yoluna girirsən, yenə zikirlə girirsən ayağı yoluna. Çıxanda yenə zikr edirsən. Ondan sonra gedirsən, dəstəmaz alırsan, üzvü yuyursan, çıxanda yenə zikr edirsən. Yemək yeməyə oturursan, yenə zikirlə başlayırsan. Yemək yeməyə bitirirsən, zikirlə bitirirsən. Paltar giyinirsən, əynivə yenə zikr edirsən. Baxın, görün, necə təyin oldu bu zikirlər. Bunlar hamısı onun üçündür ki, səni, məni qorusun. Qorusun nədən? Gün ərzində olan bəd nəzərdən, göz dəymədən, cadudan, sehirdən, insanların baxışından. Subhanallah. Yahya ibn Zəkəriyyə əleyhissalam, Yahya əleyhissalam Allah Taala'dan 5 dənə vəd alır.